Son günlər Rusiyanın Azərbaycanla bağlı ziddiyyətli mövqeyi diqqət çəkir. Yesentüki şəhərində biz və bizim dağlar abidəsinin maketini quraşdıran, bununla erməni separatizminə dəstək verdiyini nümayiş etdirən Moskva cəmi 2-3 gün sonra Sankt-Peterburqdan Bakıya dostluq ismarışı yollayıb. Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Galuzin ölkəsinin prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafını hədəflədiyini söyləyib. Global Infoza danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Rusiyanın Azərbaycanla münasibətlərdə nümayiş etdirdiyi bu yanaşma dövlətlərarası etimad prinsipləri baxımından ciddi suallar doğurur. Stat: İki ölkə arasında 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə tərəflərə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyi qoyur. Belə bir fundamental sənədin mövcudluğuna rəğmən, Rusiya daxilində separatçı meylləri stimullaşdıran təşəbbüslərə rəsmi və ya qeyri-rəsmi şəkildə göz yumulması həmin öhdəliklərin ruhuna kölgə salır. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və regional iqtisadi layihələrin davamlılığı üçün Bakı ilə yaxşı münasibətlər qurmağa məcbur olan Moskva, paralel olaraq Azərbaycanın müstəqil regional gücə çevrilməsini qəbullana bilmir. Məhz bu səbəbdən vaxtaşırı olaraq erməni kartının müvafiq rəmzlər vasitəsilə reanimasiya edilməsi cəhdləri rəsmi Bakıya qarşı yönəlmiş incə, lakin arzu olunmaz bir təzyiq aləti təsiri bağışlayır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.